Məhərrəm ayı bitdi. Səfər ayının son günlərini yaşayırıq və Ərbəin ziyarətində inşallah günü keçdi, Ərbəin də qurtardı. Ziyarətə gedənlər də inşallah qayıdırlar, qalanlar da sağ-salamat inşallah evlərinə qayıtsın. Ərbəin səfəri çox böyük bir mənəvi səfərdir. Ümumiyyətlə İmam Hüseyn əleyhissalamın ziyarəti çox böyük bir mənəvi ziyarətdir. İndi ziyarətlərin arasında Ərbəin ziyarətinin xüsusi önəmi var, xüsusi özəlliyi var. Ona görə bizim dini kitablarımıza baxırıq, Ərbəin ziyarətinə xüsusi önəm verilib. İndi Ərbəin ziyarətində qardaşlarım, möminlər, maraqlı bir şey var. Həmişə imamların ziyarətinə, hətta Allahın evi, Kəbənin ziyarətinə deyiblər ki, ayaqla getməyin mükafatı var. İmam Həsən əleyhissalam, qardaşı İmam Hüseynlə bir yerdə əleyhissalam bir neçə dəfə piyada, ayaqla həcc evinə gediblər. O cümlədən də Əhl-i Beyt imamlarımızın ziyarətində var. İmam Rızanın da digər imamlarında yürüş eləmək, ayaqla getmək bu Əhl-i Beyt imamlarımızın tapşırığıdır. İndi Ərbəyində imamın qırığında xüsusi olaraq Nəcəf şəhərindən və digər yerlərdən toplaşırlar və Kərbalaya doğru ayaqla piyada hərəkət edirlər. Və bunun çox böyük mükafatı var. Mən Kərbala ziyarəti ilə bağlı və Kərbalaya gedən, piyada gedən, ayaqla gedən insanların qazandığı ilə bağlı bir neçə hədisi qardaşların diqqətinə çatdırım. Əban ibn Təğlib, Allah ona rəhmət eləsin, çox mötəbər, Əhl-i Beyti sevən, Əhl-i Beytdən hikmətli kəlamlar nəql edən bir şəxsdir. İmam Sadiq əleyhissalam bir gün ona deyir: "Ey Əban, ey Əban, axırıncı da və İmam Hüseyn əleyhissalamın qəbrinə nə zaman getmisən? Axırıncı haçan Kərbalada olmusan?" Dedim, and olsun Allaha, Peyğəmbərin balası, çox uzun bir müddətdir ki, Həzrətin ziyarətinə getməmişəm. İmam təəccübün əvvəl bu cümlə ilə dedi, Allahı zikr eləməklə: "Subhanallahil azim. Sən ki şiələrin rəhbərlərindənsən, tanınmış şəxsən, İmam Hüseyn əleyhissalamın ziyarətini tərk edirsən. Hər kəs İmam Hüseyn əleyhissalamı ziyarət etsə, Allah Taala onun hər addımı ki var, bir addımına bir həsənə, yaxşılıq yazar." Kərbalaya özdə getmək, alimlər deyir ki, elə öz şəhərindən çıxmağa, baxmayaraq Nəcəfdən piyada gedirlər, sən öz şəhərindən, Azərbaycandan, Bakıdan, Gəncədən, Lənkərandan, Rusiyadan, evindən tərpənəndən Kərbalaya gedirsənsə addımların hesablanır. Aeroporta qədər addımın hesablanır. Baxmayaraq sonra təyyarədə gedirsən. Hər addımına imam buyurur ki, bir həsənə yaxşılıq verilir, hər bir addına bir səyyiə, bir pislik bağışlanır, keçmiş və gələcək günahlarını Allah Taala bağışlayır. Nə o deməkdir? Getsin ki, eləsin, üzr istəyirəm, günahın qabağını açsın. Yox. Yəni Kərbalaya getmək elə bir ziyarətdir ki, insanın gələcək və keçmişdə olan günahların yuyulmasına səbəb ola bilər. Mən zaral Hüseyn əleyhissalam kataballahu lahu bi kulli xutvetin həsənə. Hər kəs İmam Hüseyni ziyarət eləsə bir addımına bir həsənə və maha anhu bi kulli xutvetin səyyiə. Hər addımına da bir günahı, səyyiəsi silinər. Hədisi oxudum sizin. Ərəbcəsində bir neçə yerin dedim. İbn Qulevey, Allah rəhmət eləsin, Kamil-i Ziyarət kitabında bunu nəql eləyib. Amma Kərbalaya gedənlər, nə demək istəyirəm bu amma deməklə sizə? Ərbəyinə gedənlər, ziyarətdən qayıdanlar, ehtiyatlı olun. Ziyarətin özünün adabı var, qayda qanunu var. Gedəndə bir qayda qanun var. Kərbalada olanda bir qayda qanun var. Bunlar haqqında danışmışıq. Qaydandan sonra da başqa qayda qanun var. Elə mən Ərbəyinə getdim. Neçə min addım adam da var, götürür o hesablayıcı var, barmaqla vurur. Diyorsun deyir, hesabladım evdən çıxandan ya Nəcəfdən neçə min addım atmışam. Elhamdülillah Allah Taala bu qədər mənə savab verir. Yaxşıdır. Amma unutma, bizim dinimizdə hətta namaz qılan ən böyük ibadət, oruç tutan, Allah yolunda ac qalan, cihada gedən, canını, qanını Allah yolunda verənin özünə də şərt qoyulub. Nə şərtləri var? Qulaq asın. Quddamə İmam Sadiq əleyhissalamın şagirdidir. İmamdan nəql edir. Mən zaral Hüseyn muhtasibən. Hər kəs İmam Hüseyni ziyarət eləyə. Amma nə idi? Allaha xatir. Niyyəti pak ola. Sırf əcr mükafat üçün. La əşirən və la bətira. Özünü övmək, təkəbbür üçün yox. Və la riyaən və la sum'ə. Özünü göstərmək üçün, riyakarlıq üçün, reklam üçün yox. Sonra imam buyurur ki, onun günahları yuyular, necə ki batmış paltarı suda yuyurlar. Paltar tərtəmiz olur, o da günahlardan nə olar? Təmizlənər. Sonra imam yenə deyir, hər addımına da savab verirlər. Hədisin ardı var. Deməli, imamın hədisinə əsasən, qardaşlar, Ərbəin ziyarətinə gedənlər, bilin, eşidin. Bu hədisdən birinci niyyətiniz təmiz olsun. Niyyətin pak olsun. Allaha xatir get. Kərbala adına xatir getmə. Hər il gedirəm Kərbalaya.
Kimə xatir gedirsən? Əgər Allaha xatir, İmam Hüseynin hörmətinə xatir gedirsənsə, xoş halıva qiyamətə bir Kərbala ziyarətini çatdıra bilirsiniz. Əməl dəftərinizdə qalsa, xoş halınıza. Bureyd İmam Sadiq əleyhissalamın şagirdlərindən, üzr istəyirəm, İmam Baqir əleyhissalamın buyurur ki, mən imamın yanındaydım, bu zaman gördüm Xorasan vilayətindən, İmam Baqir sağdır hələ, şəhid olmayıb. Mən imamın yanındayam, gördüm Xorasandan bir nəfər ayaqla durub imamın ziyarətinə gəlib. Və imamın yanına çatdı, ayaqla gəlmişdi. Baxdıq, onun ayaqları şişib, qabarıq bağlayıb. Ayaqqabısını çıxartdı, gördü, ya bunun ayaqları nə gündədir? Xorasandan gəlib Mədinəyə. Ayaqla, qardaşlarım. Və dedi, ağacan, and olsun Allaha, sizin əhl-i beytin məhəbbətindən başqa niyyətə gəlməmişəm. İmamdan pul alım, imamdan nəsə maddi düşüncə, başqa özümü göstərim yoxdur. Mən Xorasandan durub Mədinəyə ziyarətə gəlmişəm, ayaqlarım şişib, Ərbəyinə gedənlər, ayaqları şişməyən olmur. Ayaqları, axır problem yaranır ayaqlarda. Gedənlər bilir. Dedi, and olsun Allaha, ancaq siz əhl-i beyti sevgisinə gəlmişəm. Başqa bir şey görə gəlməmişəm. Məni uzaq yoldan bura gətirən ancaq sizin əhl-i beytin məhəbbətidir. İmam buyurdu, vallahi, lau əhəbbənə həcər, həşərəhullahu məna. And olsun Allaha bir daş bizi sevsə, bizlə bir yerdə məhşur olar qiyamətdə. Və həli din illəl hub, din məhəbbətdən başqa bir şeydirmi? Dində sevgi və nifrət var. Sonra imam buyurdu, İnnəllaha yəqul, Allah təala Qur'an-ı Kərimdə buyurur, Qul in kuntum tuhibbunallaha fattabi'uni. De, Peyğəmbər, əgər doğrudan da Allahı sevirsinizsə, Peyğəmbərin sözünə qulaq asın. Yuhibbukumullah. Allah təala da sizi sevər. Deməli, birinci niyyət paş olsun. 2. Ərbəyinə gedənlər, bu zəhməti çəkənlər, qaydandan sonra imam nədir? Təkəbbür, öyünmək olmasın. İmamın adını qoru. Sən imamın adını qorumalısan, qardaşım. Öyünmə, təkəbbür eləmə. Bəziləri var edirlər ki, hər il biz Ərbəyinə İmam Hüseyn əleyhissalamın ziyarətinə ayaqla piyada gedənlərdənik. Öyünmə. Savabları əldən verərsən. Hara çatdın demə. Bu ildə nəsib oldu, nə qədər yeridi, belə oldu. O danışığın tonundan hiss olunur ki, çox özündən razısan. Sanki əhl-i beyti özünə borcu bilirsən. Əleyhissalam. Bizim onlara borcumuz var. Quran-ı Kərimdə Allah təala buyurur ki, bəzi iman gətirənlər minnət qoyurdular. Allah təala deyir ki, yox. Peyğəmbərə minnət qoymayın, biz müsəlman olduq. Sizə minnət lazım ki, siz bugün mömin olmusunuz, Allah sizi hidayət eləyib. Sən təyyarədə getmisən, Nəcəfdən Kərbala yerimisən, 80 ya bir neçə olsun 100 neçə kilometrdir. Heç bilirsiniz xanım Zeynəb salamullah əleyha, İmam Səccad əleyhissalam əsirlər karvanı Küfədən, Kərbaladan Küfəyə, oradan Şama və geriyə neçə kilometrdir? 2100 kilometr zəncirlərlə ad susuz gedib. Təyyarə ilə getmisən, düşmüsən Nəcəfdə, yaxud orada sağ solda ehsan yeyə getmisən Kərbalaya, ehsan yeyə qaydımısan Kərbaladan. İnnə minnət qoyursan. Biz hər il Kərbalaya ayaqla gedənlərdənik. Öyünmə. 3. Qardaşlar, imamın üstündə adı var. Getdi, gəldi. Cəmaət nə deyir? O günə qədər deyirlər ki, bazarda məsələn bir şey satırsa, məsələn satdığı şeylə filan kəs, bazarda onu bazar adı ilə çağırırlar. Məhəllədə bir adı var idi. Amma bundan sonra cəmaət deyir, qardaş da Kərbaladan gəlib də. Yaxşı olmaz. Kərbəlayı filan kəs deyirlər. Hacı filan kəs deyirlər. Bu ad ki var, Kərbala adı üstüvə gəldi. Məşəd adı üstüvə gəldi. Allahın evi, Həc adı üstüvə gəldi. Bu adı qoru. İmamlarımız nə buyurur? Əleyhissalam. Kunu lana zeyna. Bizə zinət olun. Bizə xəcalət ar olmayın. Yoxsa bir neçə gündən sonraki cəmaət gəlmiş sənin ziyarətinə. Səni ziyarət edirdi, filan kəs Kərbalay deyirdi. Bir neçə gün keçəndən sonra ki, o da Kərbalaylar. Belə eləyirlər. Bu da Kərbalayı. Getdi Kərbalaya, gəldi, indi daha elə həmin işlərə məşğuldur. Getdi, gəldi, indi pul atır cəmaata, üzr istəyirəm. Cəmaatı aldadır. Hac, Kərbala, Məşəd çox böyük ziyarətdir. Amma qərardır sən getməklə bu adı batırasan. Qiyamətdə də o imamla üz-üzə qalanda deyərsən ki, mən Kərbalaya getmişdim. Mən Həcə getmişdim. Bu Kərbala Həc cəmaatın haqqını bağlamır axı. Halallıq qalır axı ortada. Necə ola bilər bu? Bəziləri də belə bir söz deyir, mən özüm oxumamışam. Amma elə təcrübə də var ki, Allah Taala bəzi yalançı, başqa pis niyyətə Kərbalaya gedib gələnlərin sonra Allah Taala iç üzünü açır. Maskasını yırtır. Demirəm ayədə hədisdir ya. Amma bəzi şeylər təcrübədir də. Tarixi də oxuyanda görüb belə adamlar var. Çox namazına, ibadətinə, həccinə, ziyarətinə güvənib, amma əməllərindən əl çəkməyənlər, imamın yolunu doğru düzgün tutmayanlar gec-tez nə olur? Rüsvay olur. Çünki niyə?
Camaat da Kərbəlanın adı batsın, yoxsa bunun adı batsın? Hə? Bunu ağlı olsa camaata çıxıb deyək ki, camaat mənim üstümdə bu imamın adı var, mən gərək ehtiyatlı olam. İndi bunu eləmirsə Allah Taala eləyir ki, qoy camaat onu tanısın. Və ona görə mən xahiş edirəm. Gedin bu ziyarətə, amma bu ziyarətin hörmətini saxlayın və gedib qayıdandan sonra bu ziyarətin hörmətini saxlamayanları da imama, Kərbalaya ləkə vurmayın. Deyin qardaş, ola bilər də, Kərbaladır da. İndi Kərbalaya bir dənə vizadı vurursan, yaxud da bəzi ölkələr viza istəmir, indi istəyir. Pulun var, gedirsən qardaş Kərbalaya. Kərbalaya ayağı dəymək, torpağa ayağı dəyməyə qalsa, biz Kərbalaylardan qabaq kimin ayağı orada olub? Ömər Sədin, Şimrin ayağı Kərbalaya dəyib. Sırf torpağa dəyməkdirsə, İmam Hüseynin biz qəbrin ziyarət edirik, zirehinə gedirik. Onlar canlı İmam Hüseyni gözü ilə görüb danışıb ondan qardaş. Sonra da İmam Hüseyni tək qoyublar. Qaçıblar. Kimisi ona qarşı çıxıb. Ona görə bunlar heç bir Kərbalaya ziyan verməməlidir. Son Kərbaladan qayıdan, Ərbəyindən qayıdan qardaşlar, Ərbəyindən qayıdandan sonra dedim vəzifəniz var. Bu vəzifələrinizi doğru düzgün yerinə yetirməlisiniz. İmam Səccad əleyhissalam ki, Kərbala imamlarımızdandır. Kərbalada olub, əsirlər karvanında gedib, İmam Səccad əleyhissalam buyurur, əla, agah olun. Cümləyə baxın. Əla, agah olun, eşidin, bilin. Və inna əbğadan nas ilallah mən yəqtədi bi sünnəti imamin və la yəqtədi bi ə'mali. Allah yanında ən nifrət olunan şəxs, Allah Taala'nın acığı gəldiyi şəxs bilirsiniz kimdir? İmam öz rəhbəri ki var, imamın sünnətinə yolun getdiyini, iqtida etdiyini iddia eləyir. Biz kimin tərəfdarsan? Bizim imamımız kimdir? Filan kəs. Amma imamın əməllərin eləmir. Qurban olduğum Həzrət Əli belə. Zülfüqar qılıncını çəkdi belə. Bəli, ağamız belə olub. Amma imamın əməlindən eləmir. Sabah özünün qabağına bir yer su qorxub qaçırardan çıxır. Bu dördü İmam Əlinin şücaətindən danışan özü qorxaq imiş ki. Ağamız imam belə səxavətli idi. Ağamız imam belə əlaçıq idi. Və sabah pul xərcləməyə yer çatır, can verər, pul verməz. İmam Səccad Kərbala qəhrəmanıdır. Kərbala imamlarımızdan da əleyhissalam buyurur ki, Allah Taala'nın əbğazun nas. Acığı gəldi şəxslərdən biri budur ki, imamın yolun getdiyini iddia edir. Mən filan imamın tərəfdarıyam, amma onun əməllərin eləmir. Allah eləməsin qardaşlar. O Küfəlilərin bir xüsusiyyəti vardı. Küfəlilərin çoxu imamı sevirdi. Sonra da peşman oldular. Birisi Küfədə tövbəkarların hərəkatı yarandı. Tövbəkarlar getdilər, şəhid oldular imamdan sonra ki, biz imama qarşı xəyanət eləmişik. Bunu ancaq qanla yuya bilərik. Onlar haqqında bir şairin dediyi söz ki vardı, Allah eləməsin, bizim haqqımızda olmasın. İmam Hüseyin İslam'dan yolda rast gəldi Kərbalaya, dedi ki, Küfədən nə xəbəri var? Dedi, ağacan, nə deyim sənə? Qəlbləri sənləndir, amma qılıncları sənə qarşıdır. Ay İmam Hüseyin, biz sənlənük, bizim qəlbimiz sənləndir, Eysan yəndə sənlənük. Amma sabah qılınc vuranda biz Yezidlənük. Yezid deyənlə hərəkət edilir. Bu imam qəbul eləmək olmadı ki, qardaşlarım. Allah Taala imtahan eləyəcək. Bir adam ki, İmam Hüseyin əleyhissalamın aşıqı olduğunu iddia eləyirsə, haqqı demirsə, haqsızlığa göz yumursa, susursa, heç olmasa bacardığı, əlindən gələni eləmirsə, bilsin ki, o İmam Hüseyin aşıqı ola bilməz. Sən necə İmam Hüseyin aşıqısan? Necə Ərbəyin ziyarətindən, ayağla zəhmət çəkib neçə yüz kilometr gedirsən, amma sən qaydandan sonra öz məntəqəndə, yanında, orada, hər yerdə, bazarda, işdə, ailəndə, Kərbala imtihanı gələndə sən orada özün Kərbalanın yolun getmirsən. Haqsızlığı görürsən, susursan. Bu necə ola bilər? İmam Hüseyin əleyhissalam Kərbalada İmam Səccad əleyhissalamla son görüşündə dediyi cümlə budur. Sinəsinə sıxıb alimlər deyir. Dediyi cümlə budur. Oğluna, ey oğlum, isbir ələl haqq və inkana murran. Haqqa döz acı olsa da. Haqqa dözmək acı deyək, əziyyəti var axı. İmam Səccadı İmam Hüseyin son görüşündə dediyi cümlə budur. Oğlum, İmam Hüseyin sözü budur, qardaşlarım, indi bizə deyir. Haqqa dözün. Haqqı deyən başı ağrıyar, haqqı deyən həbsə düşər, haqqı deyən pisləyərlər. Öz ailəsi də ona qarşı çıxar. Sən niyə bacardıq verəmirsən? Necə İmam Hüseynin Ərbəyinə gedmirsən, sən cəmiyyətdə haqsızlığı görürsən, susursan. Fələstində körpələrin qətliam olduğunu görürsən, susursan. Zalimlara qarşı bir söz demirsən. Yox, Ərbəyinə hər il gedirəm. İmam Səccad belə demir. Bu imam qəbul edən, imamın əməllərini eləməyən düzgün deyil. Siz təsəvvür eləyin ki, bu günləri bizim çox acı yerimiz olan imamın 40-ı Ərbəyində sizə bir il keçdi.
Keçən Ərbəyindən bu il Ərbəyinə sizə İmam Hüseyn əleyhissalamdan, Kərbəla şəhidlərindən danışmaqla yanaşı Azərbaycanda, vətənimizdə həbsdə olan qadınlardan danışırıq. Bir ildir dua edirik, ilahi pərverdigara, həbsdə olan qardaş və bacılarımızı da azad elə. Allahı təhqir edən gördünüz necə sutka verdilər? Allahı, İslamı, Quranı, şəhidləri təhqir edən 10 sutka verdilər. Mənim üçün sualdır, təəccüblüdür. Amma o xanımlar ki, keçən il Ərbəyində İmam Hüseyn üçün ehsan vermişdilər, onlara isə bir ildir həbsdədilər, bu yaxında da məhkəmələr indi davam edir. İnşallah ümidvarıq Allah Taala öz rəhmətini nazil eləsin və hökumət də başa düşsün ki, İmam Hüseynin məclisində özdə qadın ehsan verənləri xuliqanlıq maddəsi ilə, xuliqanlıq, qadın, hicablı İmam Hüseyn üçün ehsan və xuliqanlıq maddəsi ilə bir ildə həbs ediblər. Və hökumət desumsa bu bir il görə inşallah Allahın köməyi ilə atdığı addım nə olacaq? Amma bizim vəzifəmiz, dedim, sən haqsızlığa susursansa, mən haqsızlığa susuramsa, onda bizi çox acı bir aqibət qabaqda gözləyir qardaşlar. Ərbəyindən gələni Allah Taala imtahan eləyir. Mən sizə bunu öz təcrübəmi deyirəm. Ərbəyindən gələn, Kərbaladan gələn, bəkdən qışqıran, vay o gün o dəmdə, olaydım Kərbalada, Allah Taala onun üçün Kərbalanı yaradacaq. O öz imtihanından başuca çıxmasa bilsin ki, onun Kərbalası da nə gündədir. Kərbalanı ilk ziyarət eləyəndən danışım söhbətimi qutardım. Kərbalanı ilk ziyarət eləyən 2 nəfərdir. Birinci, Ərbəyində. Həm birinci, həm də Ərbəyində. Biri Cabirdir, Peyğəmbərin sahabəsi. Allah ona rəhmət eləsin. Bir də kimdir? Onunla bir yerdə olan Ətiyyə, Kufi. Kufədən bir kişi də Ətiyyədir. Adı da Ətiyyə olunmağı İmam Əlidəndir. İmam Əli onun adını uşaqlardan belə qoyub. Hədiyyə deməkdir. Ətiyyə, hədiyyə deməkdir. Allahın hədiyyəsi. Adı da belə Ətiyyə qaldı. Mərd kişi idi. İmam Əlinin tərəfdarı idi. Hər yerə çatırdı, Həzrət Əli müdafiə edirdi. Cabir gözləri tutulmuşdu, Ərbəyinə getməyə ona gedə bir yerdə. Qoşuldu Cabirə. İmamın qırxında ilk Ərbəyində imamı ziyarət elədilər. Cabirlə bir yerdə. Cabir dünyasını dəyişdi, amma Ətiyyə yenə də yolundan dönmədi. İmam Hüseynin həqiqi ziyarətçisi belə olar. Hara çatırdı, Həzrət Əlinin haqqından danışırdı. Hüccac, Allah ona lənət eləsin, Əhl-i Beytin qatillərindəndir. Əhl-i Beytin düşmənlərindəndir. Mindən çox şiə öldürüb. 10 minlərlə insanların qanına bais olub. Təsəvvür etsin, Kumeyli şəhid edən Hüccacdır. Kumeyli ki var, duasını oxuyursunuz, onu şəhid edən Hüccac ibn Yusif Səqəfidir. Qəmbər, İmam Əlinin Qəmbərin şəhid eləyən, dilini kəsən odur. 2 cür tarix var. Bir tarixdə var, çağırdı onu, sən Həzrət Əlini tərifləyirsən. Nümayəndəsinə yazdı. Nümayəndəsi icra başçısı onu çağırdı. Həzrət Əli İslam haqqında hədislər deyirsən, İmam Əlini tərifləyirsən, ona 500 dənə qançı vurdu. Şallaq vurdu. Yolundan dönmədi. Sonda Ətiyyəni bir gün tutdular. Alimlər nəql edir, gətirdilər Hüccacın hüzuruna. Dedilər Hüccac, bu da sənə Ətiyyə. Hüccac ona yüzünü tutub dedi, sən Ətiyyə? Səndən qabaq nə qədər insanları mən əlini danışandan, əlini tərifləyənlər əleyhissalam, Həzrət Əlini müdafiə edənləri öldürmüşəm. Səni də öldürəcəyəm. And olsun səni də öldürəcəyəm. Hüccac sonra dedi ki, fikrimi dəyişdim. Bir dənə yolu var. İstəyirsən sənin qanımdan keçim. Sənin qanbahan bir şeydir. Çıx məsciddə, cəmaatı yığıram. Həzrət Əli əleyhissalamın nauzubillah, İmam Əli bağışlasın məni, pisdə bizi təriflə. Ətiyyə deyir, yaxşı, qəbul. Elan verdilər şəhərdə, hamı yığışsın məscidə. Ətiyyə çıxış eləmək istəyir. Saraydan söz-söhbət çıxır axı, yayıldı. Şiyələr narahat oldular ki, abrımız getdi ki, bu Ətiyyə illərlə İmam Əlidən danışıb, indi minbərə qalxıb İmam Əlini pisləyəcək. Bu necə olacaq? Çoxları məscidə getmədi. Çoxları ağlaya-ağla küydə durub baxırdı ki, nə olacaq, nə baş verəcək? Gətirdilər, Ətiyyə çıxdı minbərə. Alimlər deyir ki, özə orada çox danışmaq olmaz axı, görə tez deyəsən, sonraki cümləni qoymayacaqlar, tutub sən minbərdən salacaqlar aşağıya. Qoymurlar axı, tribunanı verəsən. Ətiyyə qalxdı minbərə. Bismillahirrahmanirrahim. Ay cəmaat, Hüccac məndən istəyib Əmir Əl-Müminin Əli İslam haqqında və onun haqqında fikrimi deyim. Həzrət Əli İslam haqqında fikrim budur. Peyğəmbərin dediyi cümlə, Əliyyun xayrul bəşər, fəmən əba fəqət kəfər. Əli bəşəriyyətinin ən üstündür, kim ondan üz döndərib, kafirdir. Hüccac və onun nəsli, onun düşman Əhl-i Beytin düşmənləridir, kafirdir. Tutdular, minbərdən saldılar, sürütlədilər, apardılar. Məscid dəydi bir-birinə, təkbir, şiyələr sevindi, belə filan. Yığışın gedin bir Ətiyyə köməkliyin də, bir Ətiyyə yetimi apardılar zindana. Hüccac əmr verdi, dilini arxadan kəsib çıxardın, öldürün. Xoşhalına. Dönmədi kişi kimi. İllərlə Əli İslam'ı danışasan da şəhadətin yeridir də. Burada da təqiyyə eləyəsən. Ya da burada İmam Əli qəbrin üstə, başın üstə gəlməyəcək, harda gələcək əleyhissalam. Ərbəyinin ilk ziyarətçisidir və Ərbəyində xidmətçidir.
Həm özü getdi ziyarətə Cabirlə, həm də Cabirin xidmətçisi idi. Cabir gözləri tutulmuşdu, qoca idi. Ərbəyinə həm özü ziyarət edirdi, həm də xidmət edirdi. Ərbəyində xidmət eləyənlər, çadır quranlar, mokib quranlar, əhsən, barakallah, halaldır sizə, təşəkkür edirəm. Bizim Azərbaycandan da bir neçə qardaşlarımız, bir neçə çadır mokib orada qurmuşlar. Allah qəbul etsin. Xoş halınıza. Amma unutmayın, Kərbala ancaq o çadırda deyil, ancaq mokibdə deyil, ancaq Kərbala indi İraqda yerləşən bir şəhərdə deyil. Hər gün Aşura, hər yer Kərbaladır. Ətiyyə kimi. Nə qədər bazarırıq, haqqı müdafiə eləyək. Allahın verir Peyğəmbər onun pak əhli beytinə. Allahın verir Kərbala şəhidlərinə. Allahın verir bu cümə gün hörmətinə, pərvərdigara. Bizlərə də ətiyyə kimi mərd-i mərdana şəhadətlə ölməyi nəsib elə. Amin. Bizlərə həqiqi Ərbəyin ziyarətlərini gedənlərdən, o ziyarətin hörmətini saxlayanlardan qərar ver. Amin. Ağamız, Mövlamız İmam Zaman əleyhissalamın zuhurunu təcil elə. Dünyanın hər yerindən Ərbəyinə ziyarətə gedən, o cümlədən də bizim vətənimiz Azərbaycandan ziyarətə gedənlər, orada çadır quranlar, mokib quranlar, ehsan verənlərin hamısının ziyarətin, ehsanın qəbul elə. Amin. Bizlərə də o Ərbəyin ziyarətini dubara nəsib elə. Amin. Getməyənlərə xüsusi olaraq nəsib elə. Pərvərdigara bizi məzlumlardan eləmə. Amin. Bizi zalimlardan eləmə. Amin. Ölənlərimizin ruhun şad elə. Amin. Fələstini, Yəməni, İraqı, İranı qalib elə. Amin. Müşküllərimizi həll elə.